Deməli, müəllimlər, icma əsaslı işə qəbul iki mərhələdən ibarətdir. Birinci olaraq test mərhələsi, daha sonra müsahibə mərhələsi. Bu gün işlə təmin olunmağımızda ən çox hər iki mərhələdə önəmlidir ki, bu gün sizə 100 test formatında test mərhələsinə hazırlıq, belə deyək də, İmtahanda sizə 100 test təşkil olunacaq. Baxın, bu tipdə testlərdir ki, hansı ki, razıyam, razı deyiləm, qərarsızam, tamamilə razıyam və yaxud da qətiyyətlə razı deyiləm. Qətiyyətinizi belə bildirəcək variantlardan 5 variantlı ABCDY variantlı şəklində testlər sizə təqdim olunacaq və ilk öncə vurğulayım ki, bax bu testləri sizin psixoloji yönümlü, yəni müəllimin ilkin olaraq psixologiyasını yoxlayan testləri, daha çox psixoloji tipli suallar ona görə ki, bugün müəllim nə dərəcədə birinci özünü tanıyan bir tərbiyəçi müəllim olsun ki, sabah qarşı tərəfə təlim-tərbiyə ötürə bilsin, sabah qarşı tərəfin ən azından təlimi qoyuran bir qırağa durumunu anlaya bilsin. Ən azından qarşı tərəf deyərkən burada təkcə təhsil alan tərəf yox, yəni uşaq yox, təbii ki, valideynlər də önəmlidir çox-çox, pedaqoji heyət də önəmlidir çox-çox. Yəni ona görə də sizi psixoloji yönümlü görün, əksəriyyət 100 sual nə deməkdir? Yəni bunun hardasa 50-si sırf müəllimin özü ilə bağlı gündəlik rutini olsun. Ümumiyyətlə necə bir insansınız, əsəbisiniz, sakitsiniz, kövrəksiniz, tez özünüzdən çıxalsınız, həyat tərziniz necədir, ümumiyyətlə özünüzü, asudə vaxtlarınızı necə keçirirsiniz, daha çox nələrlə məşğulsunuz. Bunları sırf qarışıq formada bugün test şəklində sizə razıyam, razı deyiləm, qərarsızam, bəzən qərarsızam neytralla da verirlər. Yəni ki, 50-50-yə, nə həyəm, nə yoxam. Yəni bu kimi. Eyni zamanda qətiyyətlə razı deyiləm və yaxud da tamamilə razıyam və fikrimlə də qətiyyəm. Yəni qətiyyətlilik bu deməkdir ki, razıyamsa milyon faiz yox, 100 milyon faiz razıyam, razı deyiləmsə 100 milyon faiz razı deyiləm, qətiyyətliyəm. Bax, bu kimi tipli cavablar sizə verilir. Və sonda da təbii ki, açıq tipli suallar olacaq müəllimlər. Deməli, açıq tipli suallara gəlincə, 100 testi ki, işlədiniz, bitirdiniz, təbii ki, o 100 testin hamısına cavab vermək məcburiyyətində deyilsiniz. Bəzən müəllimlər onun da biraz belə deyək də stresini yaşayır ki, mən bəlkə heç arada buraxdım, indi nəyə çatdırırsınız? Onu da qeyd edeyim ki, imtahan müddəti saat yarımdır, səhv eləmirəmsə. Əgər dəqiq yadımda qalıbsa, saat yarım olmalıdır imtahan müddəti. Heç 2 saat belə müddət verilmir. Ona görə də siz o saat... 1 saat. 1 saat. Aha, 1 saat. 1 saat deyirəm də, yəqin yad deyirəm də, nəyəsə qarışıq. 1 saat ərzində siz görün, bölməlisiniz yarım saat testdə, yarım saatda sizin açıq tipli sualları yazmağınıza. Yazmaq da vaxt aparan bir şeydir. 1 deyil, 3 sual yazmalısınız. 3 tip açıq sual yazılmalıdır müəllimlər. Deməli, 100 test oldu, 3 tipli də açıq sual. Aydın olurmu? Siz o 100 testin hardasa 90'ını yazsaz keçərlidir. 100 yox, milyon faiz, hətta 85 də yazsaz keçərlidir. Düzdür, çalışın axırın, yəni mən hamısını yazmışdım, yəni mən birini də heç belə buraxmamışdım təbii ki. Çünki mən birinci açıqları yazıb testi sona, hətta belə deyərdim ki, testi də sona saxlamayın. Bir 50'yə qədər işləyirsiniz, ilk 15-20 dəqiqədə sizə 15 dəqiqə bəs eləyir ki, 50 sualı işləyəsiniz. Artıq ilk imtahanın 15 dəqiqəsindən sonra yarılama ki, siz 100 testdən 50'sini işlədikdən sonra keçid alırsınız artıq açıq tipli suallara, mütləq şəkildə. Ən azından bir açıq tipli sualı siz yazmalısınız. İndi açıq tipli sualın yazılış qaydasına da gələcəm. Ümumiyyətlə, mətn necə olmalıdır? Yerli, yersiz söz yığınağı olmayacaq, cümlələr necə gəldi yazılmayacaq. Bunu da qeyd edəcəm, çünki bəzən müəllimlər götürürdü, hətta bu mən keçən ildə gördüm, rastlaşdım. Bax, sizdə bax bu sualı ki, verir tutalım. Siz müəllim kimi bu ilk gündə yaranan xaosu necə idarə edərsiniz? Deməli, sizin yanaşmanızda, hər şey köklənir sizin yanaşmanıza. İkinci sualda, bu zaman siz hansı növ strategiyanı qurmalısınız? Üçüncü sualda, tutalım, bu situasiyada sizin yanaşmanız necə olmalıdır? Gözünüz hamısı tərbiyəçinin yanaşmasına. Necə edərdim, necə qurardım, bu vəziyyətdən necə çıxardım, qrupu necə idarə edərdim, səs-küyü xaosu necə aradan qaldırardım, hamısı köklənir tərbiyəçi müəllimin üzərinə. Yəni, bu sualda necə qoyulubsa, bax, burada situasiyanı necə verib tutalım, açıq tipli sualda. Situasiyanı necə verib, o situasiyaya köklənib siz o sual üzərindən sizdən nə soruşulursa, çalışın konkret yazın. Fikirlərinizi konkret bildirin. Əlavə ay cümlə yığınağı yığım, orada bir 20 dənə cümlə, 25 dənə cümlə yazım ki, keçəcəm. Elə bir şey yoxdur. Onlar oxuyacaqlar, görəcəklər ki, necə gəldi, nağıl düzüb qoşmuşsunuz orada. Qiymətləndirməyəcəklər, balınız gedəcək.
Ona görə də konkret nə soruşulursa, həmin suala situasiya üzərindən, bax bu situasiya üzərindən cavab verməlisiniz. Aha, açıq tipli suallara sonra gələcəm. İndi keçirəm test mərhələsinə. Qayıdıram əvvələ. Test mərhələsindən ilk 10 dənə sualın izahını vermək istəyirəm müəllimlər. Bunu bugün sizə Telegramda da göndərmişdim. Hardasa bir 10 dənə sual Telegramda sizə göndərmişdim ki, baxın, tanış olun, ümumiyyətlə format necə olur. Demək, birinci suala gəlmək istəyirəm. Birinci sualda qeyd olunur ki, iş otağımın təmiz və səliqəli olmağını sevirəm. Deməli, söhbət təbii ki, müəllimdən gedir. Yəni, burada sual verilmir. Sadəcə, bax, belə deyək də, nəqli bir cümlə verir ki, cavab şəklində verir ki, mən bugün müəlliməm, tərbiyəçi müəlliməm, istər bağçada, istər icmada fərqi yoxdur, otağımın təmiz və səliqəli olmağını sevirəm. Siz burada nə cavab götürəcəksiniz? Burada təbii ki, razıyam da götürə bilərsiniz, tamamilə razıyam da götürə bilərsiniz. Amma burada məsələn qərarsızam. Daha çox bax bu tipli testlərdə qərarsızamdan qaçın müəllimlər. Qərarsızam bu o deməkdir ki, hələ bu müəllim özünü tanımır. Bilmir nə hə desin, nə yox desin. 50-nin 50-yə qalıb. Aydındır? Yəni bəzən burada testlərdə qərarsızam görməsəz, imtahanda neytralam da çıxa bilər, amma çox vaxt neytral yox, qərarsızam çıxmışdı, yadımdadır. Ona görə də neytral, qərarsız sözləri ilə bir-birinə eynisidir. Yəni kopyasıdır. Qərarsız fikirlərdən qaçın. Bu sizin belə deyək də bal itirməyinizə səbəb ola bilər. Qarşı tərəf bunu təbii ki, psixoloqlar yoxlayacaq sizin bu mərhələnizi. Onda deyəcək ki, bu müəllim hələ özünü tanımır. Bilmir ki, qəti addımını desin. İndi bir şey də vurğulamaq istəyirəm ki, məsələn, mən burada götürüb və yaxud da qəti razı deyiləm, və yaxud da tamamilə razıyam götürəndə də ehtiyatlı olmaq lazımdır. Çünki yüzdə hardasa bu tipli suallarda daha çox razıyam və yaxud da razı deyiləm götürülür. Məsələn, iş otağımın təmiz və səliqəli olmağını sevirəm. Mən bugün bunu tamamilə razıyam götürsəm, bu artıq mənim tam belə %100 belə deyək də sübuta yetirir ki, əlbəttə ki, tamamilə 100 yox, milyon faiz razıyam. Bunu da götürə bilərsiniz. Düzdür, bunu sizə minus götürməyəcək. Çünki söhbət təmizlikdən gedir, sərgəllikdən gedir, söhbət nizam-intizamdan gedir, belə deyək də, ətrafa diqqətdən gedir. Ona görə də təmiz və səliqəliliyi sevən bir müəllimi əlbəttə ki, hər kəs də sevər, hər kəs də yəni onu məqbul hesab eləyər. Ona görə burada elə ən uyğun variant razıyam variantıdır yəni. Razıyam daha məqsədə uyğundur. Çünki razıyamı qoyanda artıq bilirik ki, təbii ki, razıyam, belə də bu cür olmalıdır. İkinci sual. Özümü bəzən lazımsız hiss edirəm. Özümü lazımsız hiss etməyim bəzən hallarda. Burada desəz ki, ay müəllimə, axı, məsələn, mən götürüb burada desəm ki, tamamilə razıyam. Bir növ fikir ayrılığı yaranar ki, mən qətiyyətlə razıyam. Özümü bəzən lazımsız hiss edirəm. Siz çalışın özünüzü heç vaxt lazımsız hiss etməyin. Düz deyin, məsələn, sualda verir ki, bəzən lazım. Demir ki, həmişə lazımsız hiss edirəm. Onda artıq siz qəti razı deyiləm götürərdiniz. Düzdür, amma burada nə qəti razı deyiləm, nə də tamamilə razıyamdan adam, yəni bu cavabları seçmək düzgün olmaz. Özümü bəzən lazımsız hiss edirəm deyəndə ola bilər ki, deyə bilərsiniz ki, razı deyiləm. Razı deyiləm götürürsünüz. Çünki mən niyə özümü heç lazımsız ümumiyyətlə hiss etmək düzgün deyil ki, sabah sizi kənardan kimsə qiymətləndirəndə, kimsə belə deyək sizə haqqınızda dəyər verəndə, danışılanda qoy deməsinlər ki, bu müəllimə içində özünə bir inamsızlığı var. Hətta özünü dəyərsiz kimi hiss edir yəni. Ona görə də nə onun valideyn, uşağın valideyni şübhələnməsi, nə iş yoldaşınız şübhələnməsi, nə sizi tanıyan ətrafınız, çevrəniz, doğmalarınız deyə şübhələnməsin. Bəli, razı deyiləm, vəssalam. Qəti razı deyiləm, götürməyin. Artıq o uyğun gəlməyəcək. Çünki burada bəzən dediyinə görə elə razı deyiləm ən optimal cavabdır burada. Bəli, özümü lazımsız hiss etmirəm axı mən, razı deyiləm bu fikirlə. Sonra, özümü hamıdan fərqli hiss edirəm. Burada hamıdan fərqli hiss etməni, məsələn, fərqli hiss etmə, indi burada təbii ki, mənfi mənada ola bilər, müsbət mənada ola bilər. Sual indi tam burada aydın verilmir ki, nə mənada özümü fərqli hiss edirəm. Bəlkə savadımdan fərqlənirəm.
Bəlkə bir qeyri-adi fitri istedadımdan fərqlənirəm, kreativliyimdən fərqlənirəm bir müəllim olaraq ki, mən artıq hamıdan özümü fərqli hiss edirəm. Ona görə də burada məsələn, deməli, mən götürərdim şəxsən burada razı deyiləm. Çünki ona görə razı deyiləm ki, belə deyim də, yəni burada tam mənfi, müsbət bilinmir, yəni. Əgər müsbət mənada fərqlilik varsa, təbii ki, mən deyərəm ki, tamamilə razıyam hətta. Amma burada heç qəti razı deyiləm də demirəm. Çünki qəti desəm artıq ola biləcəklər ki, 100 yox, milyon faiz mən özümü artıq hamıdan çox belə aşırı dərəcədə fərqli hiss eləyirəm. Ona görə mən burada razı deyiləmi daha uyğun götürərdim ki, çünki yenə də deyirəm, bilinmir mənfi tərəfli yoxsa müsbət yönümlü fərqliliklərdən danışılır. Aydın olur. Ona görə mən burada tam nə tamamilə razıyam, nə də razıyam yox. Ona görə razı deyiləmi götürərəm. Çünki mən də hamı da məni kimi normal insandır. Bizim belə deyək, nə fərqliliklərimiz ola bilər ki, yenə də deyirəm, bəlkə olar kreativliyim, bəlkə olar hansısa bir bacarığım, bəlkə olar hansısa bir belə deyək də yaxşılıq mənada insani duyğularım, yəni o da ola bilər. Amma çünki burada ümumi verildiyinə görə, məsələn, mən burada ən optimal variant razı deyiləm götürürəm. Sonra, ətrafımdakılar mənə çox mükəmməl olduğumu deyir. Tamamilə razıyam. Bəli, burada bir cavab var ki, məsələn, tamamilə razıyam. Çünki artıq deməli, mən özümü artıq mütəşəkkil tapmış bir insanam ki, özümü belə deyək də, tanıtmış, yaxşı mənada, müsbət mənada özümü tanıtmış bir müəlliməm ki, artıq ətrafımdakılar, yəni ətrafımda məni tanıyan insanlar, hətta valideynlərim belə mənə mükəmməlliyimi bildirir. Ona görə də əlbəttə razıyam. Tamamilə razıyam. Artıq qarşı tərəfdə sizin bu cavabınızı yoxlayanda komissiya üzvlərinin artıq biləcəklər ki, bəli, bu müəllim həqiqətən də özünü tanıyan bir insandır, artıq mükəmməlləşdiyini bilən bir insandır ki, tamamilə hətta razıyamı qeyd etmiş olur. Çünki qətiyyəti var burada. 5-ci testdə dostlarım iş masamın səliqəsiz olduğu barədə mənə zarafat edir. Aha, baxın, sözü zarafatda deyirlər. Əslində həmişə belə bir deyim var ki, insanın belə deyək də vacib nüansı, elə doğrunu insana zarafatda deyirlər. Deməli, məndən zarafat edir deyə bəzən müəllimlər düşünür ki, razıyam da zarafat eləyir. Zarafatçı deyil, amma əslində heç səliqəsizliyim yoxdur, səliqəliyəm. Sadəcə məndən zarafat eləyirlər. Bu nə dərəcədə yəni doğru hesab oluna bilər də, yəni həqiqəti əks etdirə bilər. Amma bir şey nəzərə alın ki, zarafat edir sizi burada qəti şəkildə çaşdırmasın müəllimlər. Deməli, sizin səliqəsizliyinizin olduğunu bu. Görürsünüz necə insan çaşdırıcı bir psixoloji yönüm verir ki, deməli səliqəsiz olduğumu var ki, deməli siz bunu götürüb tamamilə razıyam və yaxud da razıyam versəz, qarşı tərəf bu sizin testi yoxlayan insanda düşünəcək ki, deməli bu müəllim səliqəsizliyinə razılaşır. Deməli bu insanın canında səliqəsizlik var. Ona görə deyəcəm razı deyiləm. Heç qəti də ehtiyac yoxdur. Sadəcə bir kəlmə razı deyiləm. Çünki səliqəsizlik təbii ki, indi %90% insanın özündən asılıdır. Bəzi hallarda məsələn insan var ki, deyir nə qədər oranı buranı yığışdıram, təmiz oluram, təmizləyirəm, iş masamı nə qədər səliqəli saxlasam da yenə olur ki, belə deyək də işin çoxluğundan insanlıq başımızı itiririk, onu qoyuruq, bunu götürürük, yenə də dağılır. Yenə də onu götür tör-töküntü olur. Buna görə də məsələn mən burada qəti razı deyiləm, yox, sırf razı deyiləm götürərəm ki, yəni %100 deyil də, yəni razı deyiləm. Aydın oldu mu? Çünki mən həmişə səliqəliyəm. Ola bilər ki, olsun, amma %90 razı deyiləm. Yəni %90 səliqəlidir, %10% hardasa səliqəsizlik ola bilər. Yəni bu mənada razı deyiləm. Bəli, çünki mən niyə səliqəsiz olum ki? Böyük məbləğdə pul vermələrinə baxmayaraq rüşvət almazdım. Deməli, burada siz deməli bizə nə situasiyanı necə verir? Deyir ki, böyük məbləğdə tutalım ki, pul vermələrinə baxın. Məsələn, mən özümü o situasiyaya qoyuram ki, mən yüksək məbləğdə pul almışam. Buna rəğmən yenə də mən rüşvət almazdım. Təbii ki, tamamilə razıyam. Əlbəttə ki, rüşvət almazdım. Yəni, burada cavab tamamilə razıyamdır. Çünki mən heç bir zaman buna rüşvətə yox deyirəm. Aydındır. Yəni, burada əsas sizdən sual nəyə götürür ki, yəni görüm siz
belə deyək də, rüşvətə açıqsınızmı? Yəni rüşvətə bu gün necə qarşılayırsınız rüşvət almanı ümumiyyətlə? Əlbəttə ki, böyük məbləğdə pul verməyinə baxmayaraq rüşvət almazdım. Tamamilə razıyam, yəni. Başqalarını mühakimə etməyi xoşlayırsınız? Qəti razı deyiləm. Qətiyyən razı deyiləm. Mən niyə kimisə mühakimə etməliyəm ki, yəni mühakimə etmək özü mənfi bir, belə deyək də, xarakterdir. Ona görə də belə mənfi xarakterlər götürəndə heç razı deyiləm, yox, qətiyyətinizi ifadə edirsiniz. Qəti razı deyiləm. 8-ci test. Tez özünüzdən çıxan birisiniz, yoxsa soyuqqanlı? Yəni, soyuqqanlı bilirsiniz də, yəni insanın, belə deyək də, bir növ psixoloji, emosional durumunu yoxlayan bir sualdır ki, yəni istiqanlı mı insansınız, soyuqqanlı mı birisiniz, ümumiyyətlə sizi tezmi əsəbləşdirmək olar, sizi tezmi özünüzdən çıxan birisiniz. Qeyd eləyirsiniz ki, razı deyiləm təbii ki. Düzdür, qəti razı deyiləm də verə bilərsiniz. Əgər həqiqətən də tez özünüzdən çıxan biri deyilsinizsə, tez əsəbləşib özünüzdən çıxan, özünüzü itirən biri deyilsinizsə, qətiyyətinizi bildirə bilərsiniz. Amma ən optimal cavab razı deyiləm götürməkdir, yəni. Razıyamı götürsəz artıq biləcəklər ki, sizi tez, belə deyək də, hisslərinizdən oynamaq olar, sizi tez cilovla, belə deyək, özünüzdən çıxartmaq olar, yəni. Ona görə də razı deyiləm. Çox pulumun olmasına əhəmiyyət vermirəm. Burada sizin yenə də söhbət gəlir pula, maddiyyata dayanır ki, bugün görün mən bir müəllim olaraq çalışıram, əziyyət çəkirəm, mən belə deyim də, daha çox zəhmətimdən, belə deyim, zəhmətim mi vurğulanır, əziyyətim mi? Yəni mən bugün bu sualı verməkdə məqsəd budur ki, bu müəllimin psixologiyasını yoxlasınlar, görsünlər ki, bu müəllim elə daha çox maddiyyatmı maraqlanır bu müəllimi? Düz deyək, indi həyatımızın %99% təbii ki, maddiyyat. Hər kəs əziyyət çəkir pul üçün, söz yox, maddiyyat üçün. Amma sadəcə burada bir məsələni bilmək istəyirlər ki, yəni mən bugün pulamı çox önəm verirəm, yoxsa belə deyim də, özümü inkişafa, əziyyətimə və çox pulumun olmasına əhəmiyyət vermirəm. Tamamilə razıyam. Yəni, razıyam da götürə bilərsiniz. Əgər qətiyyətlə maddiyyat sizin üçün ikinci plandadırsa, tamamilə razıyam. Yox, sadəcə əhəmiyyət vermirəm, yəni pul o qədər də mənim üçün birinci etapda gəlmir, onda razıyamı götürə bilərsiniz. 10-cu test. Ətrafımdakılar çox inadkar olduğumu deyir. Yəni, inadçı bir insan, tərs bir insan olduğumuzu, belə deyək də, yəni, bu insanlar, belə deyək də, dediyi dedikdir, öz qərarlarından dönməyəndir, çox tərs, çox inadkar olduğumu deyir. Yəni, burada sizin psixologiyanızı yoxlayır ki, əgər inadçı insansınızsa, tamamilə razıyam, yox, əgər inadçı insan deyilsinizsə, razı deyiləm kimi götürəcəksiniz ki, çünki inadkar olduğumu deyil, inadkar, inadçı, tərs insan bir növ mənfi mənada da elə ən optimal variant razı deyiləm götürə bilərsiniz, yəni. Aha, 10 dənə testin izahını verdim müəllimlər. Artıq bir növ sizdə psixoloji olaraq artıq beyninizdə tam rahat ən azından başa düşdünüz ki, görürsünüz ki, daha çox burada yenə də deyirəm, hardasa bir 50 sual müəllimin öz psixologiyası, öz həyat tərzi, görürsünüz necə insansınız, məsəl üçün maddiyyata, pula nə dərəcədə belə deyək, önəm verirsiniz, rüşvətə qarşı necəsiniz, soyuqqanlı birisiniz, ümumiyyətlə inadçı birisiniz. Yəni, bax, bu kimi vəziyyətləri yoxladıq. İndi isə 10-cu testdən başlayacağam, daha doğrusu 11-ci testdən başlayacağam. Bir-bir müəllimlər, görüm indi siz necə cavablar verəcəksiniz. Tam müstəqil şəkildə bir-bir başlayaq. İlkin olaraq xəyalə müəllimə başlasın. Bəli, müəlliməm. Buyurun, 11-ci test. Roman, şeir yazmağı, rəsm çəkməyi sevirəm. Mən elə bil ki, orada mənə desələr ki, mən bunu razıyamı götürsəm, desələr ki, hansısa bir roman zad yazmısan, şeir yazmısan. Amma rəsm çəkməyi mən həqiqətən də sevirəm. Amma roman, şeir yazmağı, onu yalan deyərəm deyə razı deyiləm, götürərəm məncə.
Rəsm çəkmə yox, razı deyiləm, düzgün variant deyil. Deyim niyə sizə? Çünki ən azından düzdür, təbii ki, siz indi yazıcı deyilsiniz ki, ən azından düz elə insanlar, kreativ müəllimlərimiz var ki, həqiqətən də elə gözəl şeirlər də yazır, nəsə məqalələr də yazır, çıxardır. İndi burada söhbət romana, şeirə görə sizi başa düşürəm, anlayıram, amma rəsm çəkməyi əgər sevməyən, estetik zövqü formalaşmayan bir insan sabah uşağa necə estetik zövq, yaradıcı bacarıqlar aşılayacaq. Ona görə siz Müəllimə, bilirsiniz, bəli, bəli. bilirsiniz nəyə görə dedim? Mən miqdar imtahandan keçmişdim, amma ki rayonumuzda yer yoxdur da, vakansiya yoxdur. Orada mənə dedilər ki, roman yazmağı, nə bilim, sevirsiniz. Mən orada dedim ki, bəli, yazmağı sevərəm, amma ki mən indiyənə kimi roman yazmamışam da. Dedi sizdən öncə bir müəlliməyə dedim, dedi ki, bəli, sevirəm. Dedim, hansı romanı yazmısınız? O da dedi ki, hələ ki roman yazmamışam. Ona görə dedim ki, müəllimə, bəlkə burada razı deyiləm, seçməliyəm. Axı ardınca rəsm çəkmək gəlir. İndi bir şey qeyd edeyim. Orada müsahibədə düzdür, tamamilə. Əgər onun nəsə bəli cavabını verirsinizsə, onun milyon faiz bilin ki, davamını ona fokuslayıb sualdan sual Bəli. soracaqlar ki, indi göstər görüm nə yazırsan, məsələn, necə yazsın, nə olsun sevim. Bəli, bəli. Sübut elə, düzdür? Əlbəttə müsahibə mərhələsi elə olur. Amma ardına baxın, deyir rəsm çəkməyi sevirəm. İndi siz razıyam deyəndə 100 yox, milyon faiz razı deyirsiniz ki, yəni qismən razı mənasına gəlir. Yəni həm hə, həm yox. Qərarsızam desəz deyəcəksiniz ki, bilmirəm, özümü tanımıram. Bəlkə də yazaram, bəlkə də yazmaram. Bax bu mənanı verir. Ona görə deyirəm ki, həmişə qərarsızdan qaçın. Qərarsız cavabı Bəli, seçməyin. Ümumiyyətlə C variantını seçməyin. Burada da ki, razıyam, razı deyiləm vursaz, yenə də deyirəm, deyəcək ki, bu müəllim kreativlikdən qaçır. Yəni tək burada bəli, bəli. pyes yazmaq, məqalə yazmaq, şeir yazmaq söhbəti yazıçılıq bacarığı deyil. Rəsm çəkmək olduğuna görə siz burada razıyam götürəndə belə deyək də qismən razı mənasını götürür. Tamamilə razıyam vursaz onda mən sizdən razı olardım. Onda deyəcək ki, Bəli. deməli siz 100 yox, milyon faiz həqiqətən bugün yazıçılıq bacarığınız var. Ona görə Amma mənim yaddaşımda qalıb müəllimə, ona görə üzrlü sayın. yox, düz dediniz. Əslində düz vurğuladınız, tam yerinə vurğuladınız. Razıyam. Yəni bu fikrinizdən mən də razıyam. Bəli. Ona görə bir variant olacaq. Razıyam. Razı deyiləm, Bəli, götürürəm. bəli. Aha. Təşəkkür edirəm. Bir oxuyağın. Çox sağ olun müəllimə, Allah köməyiniz olsun. Siz sağ olun. İstəyərdim o biri müəllimlərin də cavablarını eşidim. Üzümə müəllimə Buyurun müəllimə. 12. Oxuyuram. 12. Aha, əgər tutulmayacağımı bilsəydim 1 milyon pul uğurluq edərdim. Mən burada qəti razı deyirəm olardı. Çünki mən uğurluq etmək pis işdir də. Aha. Ona görə olmaz. Yəni Məncə görsün qəti ki, müəllimin bir oğurluğa qarşı fikri necədir? Hə. Ən azından yanaşmanız. Daha da nə öyrədəcək? O da var. Aha. Rüşvəti də bayaq qeyd etdim, maddiyyatı da bayaq qeyd etdim. Təşəkkür edirəm müəllimə. Bir oxuyaq. Kəmalə Verdiyeva, buyurun. Salam müəllimə. Salam. 13. Sual ediyorum. 13. Göstəriş üçün bahalı maşın sürərsiniz. Razı deyiləm. Qətiyyən razı deyiləm. Göstəriş mənə maraqlı deyil. Aha, göstəriş budur ki, yəni məqsədim maşın sürmək deyil. Sadəcə olaraq kiməsə göstərim nümayiş eləyib ki, mən bahalı maşın sürə bilərəm ha. Yəni özümü diqqət mərkəzinə salmaq bu deməkdir. Qətiyyən razı deyiləm. Təbii ki, qəti razı deyiləm, doğrudur. Təşəkkür eləyirəm. 1. Baxın, kim var? Betül Muradova. Tamam, hər vaxtınız xeyir olsun inşallah. Olsun, 14. Ensiklopediyanı vərəqləməyi sevirsiniz? Tamamilə razıyam. Yəni A Əgər variantını sırf göstərdim. ensiklopediyayla maraqlanırsınızsa, təbii ki, Aa. tamamilə razıyam, verə bilərsiniz. Sırf ondan, amma Ümumiyyətlə tamamilə razıyam, normal cavab. Narahat olmayın. Razıyam da Tamam. olar, tamamilə də olar. Yəni qətiyyətli də olar, doğrudur. çox sağ ol. Siz sağ olun. Samsung yazılan profil müəllimə. Bəli, müəllim. Aha, buyurun. 15. 14-cü Yox, 14 deyil, 15. poema yazmaq. Bəli. Poema yazmağı və ya incə sənəti sevirsinizmi? Tamamilə razıyam, razıyam. Mən incə sənəti sevirəm, Aha. razıyam. Aslında bax o bayaqki məsələyə oxşadı. O müəllimənin dediyi o əsər yazmaq, məqalə, poema yazmaq. Yəni burada da poema yazmaq çıxıram, incə sənəti sevən bir müəllim, ümumiyyətlə estetik yaradıcı bir müəllimdir. Sizin Bəli, incə sənətlə maraqlanmağınız. Bəli, bu Rəsmi də sevirəm, müəllim, şəkil çəkmək. Ay sağ olun. Bəli, ona görə müəllimin bütün psixologiyasını yoxlayırlar. Razıyam, normaldır.
Təşəkkür edirəm. 1-1. Pəri müəllimə. Sağ olun. Sizler. Aha, siz sağ olun. Pəri müəllimə. Axşamınız xeyir, bəli. Şans xeyir. Oxuyuram 16. Ətrafdakı insanların fikri sizi düşüncənizi dəyişə bilər. Yəni ətrafdakı insanlar dedikdə yəqin ki, yəni necə deyim, Sizin çevrəniz. bəli, bəli. Burada razıyam olar. Aa, Yəni Razıyam tamamilə razı deyirsiniz. olmaz. Bəli. İndi mən belə bir aydınlıq gətirim suala. Ola bilər sual tam aydın olmadı. Sualda sizin Burada hissətlə verir. razıyam deyil olmamalıdır. Üzr istəyirəm. Səslər bağlı qalsın və mən nə izah verim. Hər kəs qulaq assın. Bu sualı verməkdə məqsədləri budur ki, görüm sizin çevrəniz, sizin yaxınınız, görüm sizə bir belə deyək də fikir bildirərkən, ətrafdan müdaxilə edərkən siz tezmi düşüncənizi dəyişə bilirsiniz? Yəni fikriniz yayınlıqdırmı? Görüm yəni tezmi siz öz qərarınızdan tez dönürsüz? Hər dəqiqə bir qərar dəyişə bilərsinizmi? Yəni ətraf sizə bu qədərmi təsir eləyir? İnsan var ki, qətiyyətlidir, deyir məni heç kəs təsir edə bilməz. Mənim sözüm birdir. Bax bunu bilmək istəyir. Bəli, başa. Onda burada müəllimə razı deyiləm olar. Qətiyyən razı deyiləm olmaz. Çünki orada necə deyim, Sağ olun. biraz da olsa %90%. Bəli, ən azından kimsə də ola bilər müsbət yönümlü sizin fikrinizi dəyişər ki, yəni gəl bu yolu da məsləhət eləyək. Düzdür? Düzdür, 90% sizin qətiyyətiniz olmalıdır ki, mən hər dəqiqə fikir dəyişməyim. Niyə ətraf mənim düşüncəmi dəyişsin ki? Amma ən azından 10% də bəzən razı deyiləmə vurun, qoyun ki, yəni ola da bilər, olmayan qismən razı deyiləm mənasına gəlir də. Bu, yəni %100 milyon faiz qətiyyətlə razı deyiləmi götürmürük, yəni. Aydın olur. Tam optimal variant D variantıdır. Təşəkkür edirəm. Aha, Aygün müəllimə. Bəli, müəllimə. Aha, 17. 17-də planlı iş görməyi sevirsiniz. Tamamilə razıyam, götürərdim. Sağ olun. Bəli, bunun elə cavabı budur. Çünki müəllim planlı, produktiv, məhsuldar, sistemli olmalıdır, doğrudur. Daha sonra təşəkkür edirəm. Tünzalə müəllimə. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir. 18. Deyirəm ki, müəllimə, onlar sual verim. Əgər müsahibədə mənə düşsə ki, rəsm bacarığı və yaxud da roman yazıq, dalınca da rəsm bacarığım, məsələn, deyərəm ki, roman yazmamışam, yaza da bilmərəm, amma həqiqətən də rəsm çəkmək bacarığım da yoxdur. Bu cür deyə bilərəm. Həqiqətən rəsm çəkmək bacarığım yoxdur. Sizi orada rəssamlığınızı soruşmur ki, sadəcə olaraq görsün bir sizin rəsm çəkməyə. Yəni bir uşaq sizdən istəsə ki, ay müəllim, mənim bax bu rəsmi istəyirəm. Siz ona yox deyərsiniz, yoxsa həqiqətən oturub ən azından bilməsəz də belə nəsə bir çizgi çəkib onu sevindirərsiniz. Bu yönümdən soruşuram. Yəni məlumat çəkərəm, məsəl üçün bir simarik çəkərəm, məsəl üçün adama oxşayan belə bir şeylər çəkə bilərəm, amma həqiqətən də yaradıcılığım yoxdur da, nə yalan deyim. Yox, indi baxın, yazıçılıq baxımından yaradıcılığım yoxdur. Olsa deyəcəkdim, məsələn, bu günə qədər hansı Yalanım çıxardı. Bir də mən danışanda xahiş edirəm, səsi bağlayın, çox pis səs verir buradan. Hə, yəni ki, baxımdan çünki yenə soruşulacaq ki, yəni məsələn hansı növ motivdə mövzularda yazmısınız, bizə maraqlı gəlir. Başlayın danışın. Və insan onda yalanı üzə çıxar axı. Yalana necə deyim, hə, yazmışam, yazıram. Və yaxud da sevə bilərəm. Sevmək başqa. Çünki niyə? Yazmağı yox da, amma oxumağı sevirəm. Bugün bəli romandır, pyesdir, məqalədir, oxumağa açığam. Çünki özünü inkişaf etdirən müəllim, bayaq necə dedi, ensiklopediyanı vərəqləyirsinizmi? Yəni oxumağa açıq olan müəllim bədii ədəbiyyata da açıq olmalıdır. Yəni qaçınmamalıdır. Bu baxımdan. Aha, 18-i oxuyun. Oxuyun müəllimə. Oxuyuram müəllim. İnsanlarla məsləhətkar olduğunuzu düşünür. Tamamilə razıyam, qərarsızam, razı deyiləm, qətiyyən razı deyiləm. İnatkar razıyam deyərəm burada. Mənim fikrimcə razıyam. İnatkarsınız ümumiyyətlə? Bəli, müəllim, bir şey olar. Sizsə onu qeyd eləyin. Bir növdə ortalama götürün ki, mənfiyə təbii ki, mənfi bir nüansdırsa, qətiyyətinizi bildirməlisiniz. Qəti razı deyiləm. Yox, müsbət. Burada razı götürə bilərəm. Necə? Razı deyiləm. D variantında götürə bilərəm. Ay, sağ olun. Bəli. Bəli.
Yəni inadkarlığa razıyam. Ümumiyyətlə inadkarlığa yaxşı baxmırsınızsa, istəmirsinizsə razı deyiləm. Yaxşı baxmıram, bəli, mən razı deyiləm. Mənim. Mhm. Təşəkkür eləyirəm. Kimlər qaldı müəllimlər? Fidan müəllimə Oxuyun müəllimə. oxuyun. Oxuyun. 19-cu sual. Yanınızda kimsə olsa ağlayarsınız. Tamamilə razıyam, razıyam, qərarsızam, razı deyiləm, qətiyyən razı deyiləm. Yanımda kimsə olsa razıyam məncə. Yanınızda kimsə olsa ağlayarsınız. Əslində bu sual biraz düzgün qoyulmayıb. Burada verilməli idi ki, yəni yanınızda ağlayan bir insanın dərdinə şərik çıxmaq. Yəni deyirik ağlayaram, gülənlə gülərəm. Əslində sual bu formada qoyulmalı idi. Bəli, bu 2025-ci ilin suallarıdır qeyd edeyim. Keçən ilki imtahan suallarıdır. İndi ola bilər ki, müəllimlər atmışdı. Mən də indi tam yadımda qalanları yazmışam. Yanınızda kimsə olsa ağlamaq o mənada ki, hər kəsin yanında insan ağlamamalıdır. Ağlamaq biraz acizlikdir. Amma dərdinə şərik olub onun məsələn ağlayanla ağlamağa bəli, razıyam verə bilərik. Tamamilə deməzdim. İndi baxır hansı situasiyada. Əslində ağlamaq yaxşı bir şey deyil, yenə də qeyd edirəm. Ortalama razıyam götürə bilərsiniz yəni. O da ki, qarşı tərəfin hisslərini başa düşdüyünüz üçün yəni. Məsələn, o empatiya var. Məsələn, deyirəm ki, özünü başqasının yerinə qoy, onun dərdini başa düş, vəziyyətini başa düş, empatiya qur. İndi o da ağlayan bir insan olsa, yəni belə durduq yerdə niyə ağlayım ki mən? Hə, razıyam. Təşəkkür edirəm müəllimə. Sonra Həlimə müəllimə. Bəli, müəllimə. Aha, elmi. Ev almaq üçün oğurluq edərsiniz. Qəti razı deyiləm. Ay sağ ol. Evet, çox rahat, sadə sual idi. Təşəkkür. Ceyran müəllimə, Ceyran Qurbanova. Mən bir-bir müəllimlərin hər kəsin adını çəkirəm burada. Kimlər oxumayıb, müəllimlər oxusun. Mən oxumamışam, mən oxuyum. Roza müəllimə oxuyun. Ağacların arasından əsən küləyə tamaşa etməyi çox xoşlayırsınız. Ağacların arasından əsən küləyə. Qərarsız. Razı deyiləm olar deyəkim ki, xoşlamıram çünki. Siz razı deyilsiniz. Bəli. Bir səsi bağlayın. Səs echo verir, bir zəhmət olun səsi bağlayın. Roza müəllimə, bir dənə qulaq asın, indi izah verəcəm. Görün digər müəllimlər nə cavab verir. Burada nə götürərsiniz müəllimlər? Beyni müəllimə. Razıyam. Ay, sağ olun. Müəllimə dedi, razı deyiləm. İndi Roza müəllimə, niyəsini deyəcəm, səbəb ki, niyə burada cavab razı deyiləm, yox, razıyam götürürük. Yəni, razılaşırıq ki, ona görə ki, çünki buradan sizin yenə də bir təbiət qoynunda ən azından ağacların arasından bir mehin gəlməsi, küləyin bir tamaşa etməyi, sizin həqiqətən də duyğularınız, estetik duyğularınız yoxlanılır. Yəni, desəz ki, razıyam, deyəcək, bu müəllimdə heç, yəni, bu da yoxdur da, yəni, siz bu müsbət yönümlü bir situasiyadır da, mən bunu niyə razı deyiləm verim ki, ola bilərik xoşlamırsınız, amma razı deyiləm götürməyin də, mənfi sayılır. Çünki onlar başa düşəcəklər ki... Müəllimə, bir dəqiqə müdaxilə eləyə bilərik. Buyurun. Müəllimə, mən burada baxıram, müəllimələr sualları oxuduqca, burada yəqin ki, müəllimlərin psixologiyasını yoxlayırlar da. Bəli. Sırf Psixoloji müəllimlər... durumdur burada, ancaq ayrı bir şey yox. Dedim axı, dərsin əvvəlində haradasa sual bu yönümlüdür. Ona görə də müəllim... Ona görə də bax, burada düzgün qərar vermək lazımdır. Bəli, düzgün qərar verilməlidir. Düzdür, bəzən olar, məsələn, sizdə olar düşüncə razı deyiləm, amma sualın ən optimal variantı razıyam ola bilər. Çalışın ən ortalama olanı götürün də, sırf öz baxış bucağınızdan baxmayın.
Ümumi baxın, Yəni burada psixologiya problemi var. Hə. Psixoloji durum normal olmalıdır ki, normalda Əlbəttə, əlbəttə o sizi artıq yoxlayır ki, görün bu müəllimə. Məsələn, indi Roza müəllimə indi o da sıfırdan qoşulan müəllimədir. O indi burada deyir razı deyiləm. Halbuki o başa düşmədi. Nəyi başa düşmədi? Çünki o öz tərəfindən baxdı, dedi ki, xoşlamıram da, nə edirəm küləyə mən tamaşa eləyim, xoşlamıram axı, istəmirəm. Amma burada siz istəməsəniz də belə razıyam götürməlisiniz ki, çünki onlar sizin yenə də deyirəm, bax, yoxlayıb görəsən müəllimə xoşu gəlirmi ən azından tamaşa eləsin, baxsın, yəni bir küləyi meyin əsməsini belə sizə necə gəlir? Yəni valeh eləyirmi sizi? Bax bu baxımdan sizin situasiyanı verib psixologiyanızı yoxlayır. Ona görə razıyam olmalıdır Roza müəllimə. Bəli, başa düşdüm mən. Sağ olun. Davam edeyim. Müəllimə, mən oxuyum. Ceyran Oxuyanlar Qurbanov. müəllimə, hə, Ceyran müəllimə, buyurun. 22. İncəsənət muzeyinə getməyi sevirsiniz? Tamamilə razıyam, sevirəm. Aha, olar. Amma müsahibədə soruşsalar, desəz tamamilə bəli, getmişəm, necə hansı muzeylərə getmisiniz, onu da soruşacaqlar. Onu da qeyd edeyim. Düzdür, bu müsahibə dərsi deyil müəllimlər. Bu test mərhələsidir. Əgər qətiyyətlə razısınızsa, deməli, artıq onlarda 100 yox, milyon faiz artıq bilirlər ki, siz muzeylərlə maraqlanırsınız, incəsənət aləmi ilə maraqlanırsınız. Bax, budur sizin cavabınız, bugün onu deyəcək onlara. Təşəkkür. Çox sağ ol. Daha sonra kimlər oxumadı müəllimlər? Çoxdur burada müəllimlər. Oxuyum müəllimə. Oxumusunuz Günel müəllimə? Xeyr. Oxuyun. Biri özünü pis hiss edir, soyuqqanlı olarsınız, razıyam. Aha. Cavab olaraq B bəndi, razıyam. Ola bilər. Olar, niyə də yox? Bilə bilərsiniz. Daha sonra təşəkkür edirəm. Könül müəllimə, Hüseyni Könül müəllimə. Bəli, müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir, necəsiniz? Sağ olun müəllimə, siz necəsiniz? Yaxşı olasınız can, səsiz gəlsin. İnsanlara yalnız işim düşəndə yaxşılıq edirəm. Razı deyiləm. D variantı. Çünki niyə? Yaxşılıq eləyə bilərsiniz. Niyə yalnız işim düşəndə eləyim ki? Bunu həmişə eləyirəm də. Heç Onu həmişə eləmək lazımdır. gözləmərəm. Ay sağ olun. Bəli. Doğrudur. Ay sağ olun. Və ya qətiyyən də verə bilərsiniz. Amma razı deyiləm, daha uyğundur. Bəli, müəllim. Təşəkkür edirəm. Müəllimə 23-cü sual nəsə qaranlıq qaldı, değil mi? Kimdə? Hansında? 23-cü sual mən. Qaydacam müəllimə. Qoyun bunu bitirək, zəhmət olmasa. Qaydacam. 23-ü yadda saxlayaq. Axşamınız xeyir Cəməli xanım, oxuya bilərəm. Oxuyun. 25. Aha, kəskin ideyalar vaxt itkisi hesab edirəm. Tamamilə razı deyiləm, razıyam, qərarsızam. Yox, razı deyiləm. Vaxt itkisi deyil. Aha, kəskin ideyaları vaxt itkisi hesab edirəm. Hesab edirəm. Yox, razı deyiləm. Vaxt itkisi Yəni bilirsiniz ki, ideyalar mənfi mənadır. Aha. Vaxt itkisi mənfi mənadır. Burada da Mənə elə deyir gəlir ki, ideyalar fərdən yaxşı olur da. Niyə ki vaxt itkisi olsun? Ay sağ ol. Yəni Amma mən burada yazıb ki, kəskin ideyalar. Kəskin ideyalar. kəskin, Ona yəni görə də daha razı kəsərli, daha belə deyək də vacib, önəmli ideyaları mən niyə vaxt itkisi hesab edirəm ki? Yəni belə çıxır ki, razı bu deyiləm. sizin üçün önəmli deyil, sadəcə siz buna boş-boşuna vaxt itkisi kimi baxırsınız. Yox, yaxşı. İdeyalar yaxşı olur. Ona görə də qətiyyən razı deyiləm, daha uyğundur burada. Və yaxud da razı deyiləm də verə bilərsiniz, qəti də verə bilərsiniz. Çünki vaxt itkisinə əgər qəti şəkildə yol vermək istəmirsinizsə, qətiyyəni götürə bilərsiniz. Amma tam düzgün cavab əslində elə razı deyiləm, xeyir mənasını verir. Aha, oldu. Təşəkkür. Təşəkkür. 26. Davam eləyək. Kimlər oxuya bilir? Mikrofon açır, buyurun. Amma oxumayan müəllimlər. Oxuyum mən. Aha, buyurun. Yanğın zamanı həyəcan keçirərsiniz. Burada qətiyyən razı deyiləm Y variantı. Çünki yanğın zamanı uşaqları yəni otaqdan çıxartmaq lazımdır. Ona görə həyəcan keçirmək lazım deyil də, yəni. Aha. Ay sağ ol. Qətiyyən də verə bilərsiniz, razı deyiləm də verə bilərsiniz, amma qətiyyən olar. Yəni Qətiyyən razı deyiləm. aha. 27. Axşamınız xeyir müəllimə. Olar oxuyum. Xeyir. Buyurun. Olar, buyurun.
Necəsiz müəllimə? Siz sağ olun. Demək 27-ci sual. Sərgiyə getməyi sevirsiniz? Sərgiyə tamamilə razıyam, bəli, hər halda ki. Çünki hansısa bir tədbirlərə gedəndə, sərgilərə gedəndə, yəni heç çəkinmədən razılıq bildirmək əslində daha uyğun bir variantdır. Təşəkkür edirəm. Bir. Siz sağ olun. Oxumayan müəllimlər kim qaldı? Yeganə müəllimə Babazadə. Bəli, Oxuya bilirsiniz? bəli müəllimə. Buyurun. Mahnı bəstələməyi sevirsiniz. Burada doğrunu götürməliyik. Əslində razı deyiləm burada. Roman mahnı bəstələməyi sevirsiniz. Axı elə bir qabiliyyətim yoxdur da müəllimə. Qərarsız da götürmək olar. Çünki necə? Qərarsız əslində biz düzdür həmişə deyirik ki, qərarsızlıqdan qaç. Amma indi burada var ki, 50-50-yə də nə hə, nə yox. Yəni ola da bilər, olmaya da bilər. Qərarsız da vermək olar. Razıyam daha yaxşıdır müəllimə. Razıyam, necə? Razıyam. Uşaqlarla görsən əl çala-çala, mahnı oxuya-oxuya belə tutma kimi də, necə deyim. Belə bir mahnı şərt deyil ki, notun üzərində olsun. Uşağın belə bir, onu yoxlayır ki, sən uşaqla ona görə də üzmə müəllimə razıyam. Ona görə də siz heç vaxt müsahibə cavablarını burayla tutuşturmayın, müəllimə. Bu müsahibə mərhələsi deyil ki, siz yox, yəni mən ona görə deyirəm ki, məsələn, onlar gözləyir görsün ki, siz romandır, pyesdir, şeirdir, nə dərəcədə maraqlanırsınız. Şərt yazmaq deyil ki, yazıçılıq qabiliyyəti. Görürsünüz, dalınca deyir rəsm çəkməyi arxasıca. Çox bacarıqlara baxırlar, fokuslanırlar. İncəsənəti boş-boşuna burada suallar vermədi. Ona görə də əsaslanır da müəllim. Biz burada estetik 3 nöqtəyə əsaslanır. 3 nöqtə 1-ə, 4-ə. Bəli. Ona görə də ən optimal variant həqiqətən də razıyam. Razı deyiləm vursaz yenə mənfi bir cavab olacaq ki, çünki bu insan heç belə mahnı duyumu da yoxdur, maraqlanmır da. Nə olsun ki, biz bəstəkar deyilik təbii ki. Bəstələmə o deməkdir ki, ən azından nəsə düzüb qoşub uşaqlara da bəli çatdırmaq, razıyam mənim fikri ilə. Amma tamamilə razıyam bu deməkdir ki, konkret siz bəstələyirsiniz. Yəni konkret bu işlə məşğulsunuz. Ona görə tamamilə uyğun gəlmir, razıyam. Davam edək. Oxuyun müəllimə. Oxuyun. Oxumayan müəllimlər oxusun. Buyurun. Özünüzdən razı insansınız. Əslində bu mənfi xüsusiyyətdir. Ona görə qətiyyən razı deyiləmi götürmək olar. Bəli. Qətiyyən razı deyiləm. Çünki özümdən razılığı sevmirəm. Lovğalığı sevmirəm. Sonuncu sual. Kim qaldı? Nuranə müəllimə. Nuranə müəllimə oxudu, əl qaldırmışdınız. Oxuyun müəllimə. Bəli, müəllimə oxumuşam. Oxuya bilərəm yenə. Oxuyun müəllimə. Bir işi yarımçıq qoyursunuz, qətiyyən razı deyiləm. Yəni bir işi yarımçıq qoymuram. Ay, sağ olun. Olar. Müəllim, nə üçün biz bunu da qətiyyən götürdük? Axı razı deyiləm daha. Razı deyiləm də götürə bilərsiniz. Olar. Niyə görə müəllimə, bax elə bir iş ola bilər ki, tam biz rəsm dərsi keçirib bir işi uşaqlar davam edir. Uşağın indi biri görsə birinin qolunu vurur. Mən məcburam ki, bu işi görürlər. Gedib o uşağı orada ayırım. Bu da mənim işimdir, o da mənim işimdir. Amma mən deyirəm, razı deyirəm götürə bilərik. Çünki bəzi səbəblər olur ki, məsələn, biz %100 deyə bilmərik ki, düz deyil, təbii ki, qətiyyətlə vurğulaya bilərik. Heç kəs istəməz işi yarım qalsın. Görməkdir, oğurluqdur, vurmaqdır, nə bilim. O deyir ki, sən oğrunu gördünsə, gəlib polisə xəbər deməlisən. O deyirsən, qətiyyən razıyam ki, mən bu olur da indi bu sual da düşəcək. Mənə düşmüşdü ki, bu olsa budur. Amma burada biz razı deyiləm götürürük. Hələ bir iş var ki, biz o yarımçıq qoyub, əlimizdə yazı yazırıq. Valideynin biri çağırır ki, mənim uşağımın inkişaf necə gedir? Yazırıq da bunu. Yoxsa o işimizi saxlayırıq, gedirik valideynlə danışacağıq, fərdi söhbət edib, təzədən gəlib apara da bilərik. Yəni bunun bu cəhətində fikirləşək də elə bir. Ona görə də, yəni məsələn mən olsam təbii ki, razı deyiləm götürəcəm. Çünki qətiyyət odur ki, yəni artıq onlar da baxanda görəcəklər ki, süni cavablar olmasın da. Sırf keçim deyə, test mərhələsindən keçim deyə o cavablar olmasın. Həqiqətən də bugün o ortalama götürməlisiniz cavablarınızı müəllimlər. Yəni qətiyyən razı deyiləm götürsəm səhv olar. Necə? Qətiyyən razı deyiləm götürsəm səhv olar. Yenə də səhv olmaz.
Yenə də səhv deyil. Yox, niyə səhv olur ki? Məsələn, siz burada artıq özünüzə əminsiniz ki, müəllim, mən bir işi heç vaxt yarımçıq qoymuram. Amma istisna səbəblər olanda o artıq sizin özünüzdən asılı olan bir səbəblər olmur da. Məsələn, üzmə müəllimə dediyi kimi. Həmin ikinci sualda deyir, əgər yanğın varsa siz soyuqqanlısınız. Yəni istər-istəməz bizim öz evimizdə nəsə bir xırda bir kiçik bir hadisədə başa biz soyuqqanlı olmuruq. Orada biz razı deyiləm götürmək. 25-də razı deyiləm götürməli idi. Necə mən soyuqqanlı qətiyyən razı soyuqqanlı olmuram. Çünki 25 Çünki orada biz razı deyiləm götürsək daha məral. Çünki biz həyəcanlısan, sən fikirləsən uşaqları bayıra çıxartmalısan, təhlükəsizliyini qorumalısan, onları sağlam. Bir yana bir ki, bəlkə onun bir əşyası qalıb və yaxud da səndən başqa qruplar da var, basırığa düşür uşaq. Sən həyəcanlı olmalıdır. O ola bilməz ki, yanğın olsa sən həyəcansız ola bilərsən. Soyuqqanlı sıfır ola bilməz insanda bu. Biz onu orada razı deyiləm ki, götürsək daha dəqiq məqsəd olar. Yəni ki, o bizim psixoloq bizim sualımızın cavabı oxuyanda gülməsin də. Axı insan özündə olan şeydir. İnsan nə qədər soyuqqanlı olsa da o bu düzgün cavab deyil. Olsa biz onu razı deyiləm götürərdik. Yəni bəli, yanğında istər-istəməz təbii ki, biz özümüzdə panikaya kim düşmür ki, yanğın elə belə hadisə deyil. Yəni istər-istəməz. Amma yəni bir məsələn söhbət orada problem həll etmə səriştəsi olarsa, təbii ki, biz indi işin içindən çıxmadı. Uşaqları o vəziyyətdə qoymayacağam ki, tək başına uşaqları qoyub canımı xilas edəsi deyiləm. Mən birinci çıxış yolu axtarmalıyam. Yəni ki, sadəcə özümü itirməyim ki, uşaqlar da qorxmasınlar. Müəllim bu baxımdan soyuqqanlı olmalıdır. Müəllim bu baxımdan belə deyək, özünü itirməməlidir. Belə deyək, yəni möhkəm olmalıdır da. Yəni ki, çünki biz uşaqların həyatı bizim əlimizdədir. Biz belə deyək də uşaqların burada təhlükəsizliyi baxımından biz cavabdehik. Ona görə də yanğın zamanı həyəcan keçirirsiniz. Hə, bax bu sual idi. Məsələn, burada siz də götürdünüz üzmə müəllimə. Nə dediniz buna? Razı deyirəm müəllimə götürdük orada. Çünki o qəti razı ola bilmərik mənim soyuqqanlılığım. O heç vaxt üst-üstə düşə bilməz. Məntiqlə götürsək. Bəli. Yəni qəti olanda artıq biraz onlarda da yəni belə yayındır ki, sadəcə sırf testi keçim deyə yox da, başa düşürsüz müəllimlər. Yəni ona görə deyirəm ki, biraz qətiyyə ilə tamamilə variantlarında həmişə diqqətli olun. Yəni ki, baxın görün nədə hökmlüsüz, nədə tam razısınız, nədə qətiyyətli fikriniz var. Yəni ki, biz hamımızı sevə bilmərik. O razı deyiləm var, razıyım, razı deyirəm. Biz hamını sevə bilmərik, hamı da bizi sevə bilməz. Sevən də var, sevməyən də var. Aha. Və 23-cü testi kim dedi müəllimlər? Baxın. Dediniz, qaranlıq qaldı. Biri özünü pis hiss edir, soyuqqanlı olarsınız. Burada nəsə Mən oxumuşdum, biri özünü pis hiss edir, soyuqqanlı olarsınız. Burada mən ona əsasən götürdüm ki, yəni biri yanımda özünü pis hiss edir, narahat edir. Mən də itirsəm ona heç bir köməklik göstərə bilmərəm. Mən gərək soyuqqanlı olub ona yardım göstərə bilim. O baxımdan deməli o baxımdan cavab verir. Ümumiyyətlə soyuqqanlı özü nə deməkdir? Yəni soyuqqanlı insan, ümumiyyətlə ona tam soyuqqanlı davranmaq uyğun deyil də, yəni belə bir vəziyyətdə. Çünki belə vəziyyətdə insanın özünü pis hiss etmə anında insan qarşı tərəfdən yanındakından anlayış, diqqət gözləyir. Dəstək gözləyir. Ən əsası mənəvi dəstək gözləyir. Yəni soyuqqanlı olmaq burada ümumiyyətlə sakit davranışda, ona dəstək olmaqda daha çox uyğun gəlir ki, yəni belə deyək də laqeyd görünməkdən ayırmaq lazımdır ki, laqeyd görünmək qarşı tərəfi daha da incidəcək ki, təsəvvürlə bu insan məndən kömək istəyir, özünü pis hiss edir, mən ona laqeyd davranıram. Aha, amma biz bu gün necə sərgiləyə bilərik? Məsələn, sənə nə olub? Məsələn, sənə necə kömək edə bilərəm? Nədir problemin? Niyə özünü pis hiss edirsən? Yəni anlayışlı, təmkinli davranmaqdır burada soyuqqanlı. Yəni siz burada nə götürdünüz cavab? Mən razıyam demişdim. Ümumiyyətlə soyuqqanlı insan necə olur müəllimlər? Müəllimə heç Bir danışın zəhmət olun. Laqeyd yanaşan adamdır da, soyuqqanlı, yəni reaksiya vermir də müəllim orada. Əgər biri narahatdırsa, ona reaksiya vermirsə, bu soyuqqanlı ola bilər də o insan. Soyuqqanlı bilirsiniz necədir? Yaxşı tərəfləri də var soyuqqanlı olmağın. Özünü itirməmək kimi.
Onlar öz bunu mən oxumuşdum. Mən laqeydlik başqa bir şeydir. Soyuqqanlı bir şey başqa bir yəni ifadədir. Soyuqqanlı o deməkdir ki, mən onun hisslərini anlayıram, amma mən ona kömək göstərməm üçün soyuqqanlı olmam lazımdır. Həmin adam panikaya, stressə düşübsə, mən də ona bərabər düşərəmsə, mənim ona heç bir köməyim dəyməz və yaxud onun ürəyi gedərsə, mən də halım pisləşərsə, mən ona necə köməklik göstərərəm? Soyuqqanlı o demək ki, mən artıq situasiyanın ciddiliyini bilirəm və orada soyuqqanlı davranıb həmin insana kömək göstərmək istəyirəm. Amma laqeydlik onun hisslərini vecimə almamaqdır, mənə təsir etməməsidir ona. Laqeyd daha mənfidir ki, laqeyd artıq heç bir şey, qır kənardan dur bax, nə vecimədir ki, neyniyim, özüm hiss edirəm, sanki bu kimi. Bu eyni zamanda o bayaqki pajar mənasında da olan sualına soyuqqanlı orada oxşar tiplidir də, yəni orada o sualı başqa bir formada vermişdilər. Yəni soyuqqanlı olaraq adam düzgün qərar verə bilir də, panikaya düşəndə axı köməklik göstərə bilmir. Mən bu baxımdan seçmişdim ona görə. İndi siz burada razı deyiləm vurmuşdunuz yoxsa? Mən razıyamı seçmişdim. Razıyam, düzgün. Biri özünüz soyuqqanlı olursunuz, razıyam. Kömək eləmək üçün ona onu. Oldu, çox sağ olun. Burada soyuqqanlı mənfi mənada götürülmür müəllimlər. Yəni insanın daha təmkinli, daha belə deyək də özünü, soyuqqanlı insanlar özünü tənzimləyə bilən insanlardır. Soyuqqanlı insanlar belə deyək də, yəni mübahisələrin, konfliktlərin həllində sakit danışmağa üstünlük verən insanlardır. Daha çox qoyulan bir problemə, məsələn, burada bir problem var da, təbii ki, insanın özünü pis hiss etməsi və bizim həmin belə deyək də çətinliyə düşmüş bir insana qarşı praktik yanaşmamızdır. Yəni biz həmişə də bunu soyuqqanlılığı pis mənfi mənada götürmürük. Qarşı tərəfdən hisslərini almaq. Bəli, müəllimə, mən də düşünürəm ki, soyuqqanlı olmağımız o demək deyil ki, qorxmuruq. Məsələn, yanğındır, baş verib, müdaxilə etmək lazımdır da. Yəni, nə qədər qorxsaq da biz onu göstərməməliyik. Çalışmalıyıq ki, bir müdaxilə eləyək, olsun yanğın və yaxud da ki, hər hansısa bir hadisədə. Yəni, burada tamamilə razıyam olsa yanlış olar cavab müəllimə. Razıyamı siz elə düşünün ki, qismən razı olmaq deməkdir də, %100 razı olmaq demək deyil. Sadəcə bəli, yəni öz belə deyək, soyuqqanlı davranışımı göstərib ona lazımi köməklik etməyi nəzərdə tutur ki, yəni bir insana qarşı burada problem var. Ona görə də mən burada məsələn qətiyyən razı deyiləm olsa, artıq o deməkdir ki, siz o insana soyuqqanlılıq yox, artıq laqeydliyə çevrilmiş olur da. Deməli siz eləmərsiniz bunu. Bax bu mənanı. Ona görə də ən optimal variant razıyamdır. Açıq tipli suallara gələndə aydınlıq gətirəcəm müəllimlər. 3 açıq tipli sualdır ki, bu suallar da keçən il imtahandan düşmüş suallardır ki, yəni gələn dərs sırf açıq tipli suallar üzərindən işləyəcəyik. Hətta belə deyək də sualı qoyacağam, hər birinizdən belə deyək məntiqi cavablar. Burada tək məntiq yox, nəzəri praktikanızda olmalıdır. Daha çox məktəbə qədər sahə ilə olan, yəni sahəsi məktəbə qədər olan tərbiyəçi müəllimlər, istər işləyən olsun, istər miqə hazırlaşan olsun, ümumiyyətlə deyirəm, məktəbə qədər olan müəllimlər çox rahat şəkildə öhdəsindən gələcək. Amma qeyri-ixtisas olan müəllimlər bəli, mütləq şəkildə oxumalıdır ki, ən azından yöntəmi bilsin ki, məsələn, məsəl üçün deyirəm, icma qrupunda ilk gündür, uşaqlar yeni məkana müəllimə alışmayıb, bəziləri ağlayır, digərləri valideynlərini istəyir, bəzi uşaqlar isə sərbəst davranaraq, nə bilim, oyuncağı atır, digər uşaqlarla konflikt yaşayır. Yəni, ətraf aləm opşində qarma qarışıqdır. Və bu da təbii ki, valideynləri narahat edən bir prosesdir. Müəllim isə bu xaosun qarşısını almağa çalışır. Bəs yaxşı, siz icma qrupuna təzə gəlmiş bir müəllimsiniz. Bu, belə bir vəziyyətdə bu yaranmış situasiyanı, xaosu necə idarə edərsiniz? Yəni, ən azından burada sizin, belə deyək, daha çox məntiqinizdir. Görürsünüz, yenə məntiqə köklənir. Tutalım ki, qeyri-ixtisas burada necə addım atmalıdır? Amma təbii ki, elə suallar da olacaq ki, məsələn, sizin tutalım ki, hansısa oyunlar verməyiniz, hansısa iş forması, iş üsulu seçməyiniz. Yəni, bunu təbii ki, bizim öz ixtisasımızdır. Onu tərbiyəçi müəllimlər çox gözəl bilir ki, hansı strategiyanı qurub, belə deyək də, həmin uşağın öhdəsindən gələ bilər. Tutalım, 3 yaşlı uşaq var, hərəkətlidirlər, tutalım mütəhərrikdirlər,
Daha çox belə deyək, bu uşaqlar hərəkətliliyi sevir, hiperaktiv bir növ deyək, Elrazdesə hiperaktiv uşaqlar. Bunlar imkan vermir də siz məşğələnizi keçəsiniz. Yəni siz həqiqətən də məşğələni keçə bilmirsiniz. Bu səs-küy hər ətrafı, yəni bütün qrupu artıq alıb əlinə. Sizin belə deyək, addımınız yenə. Yanaşmanız, strategiyanız necə olmalıdır? Həmin o hiperaktiv, qaynayan, hərəkətli uşaqlarla. Bax bu yöntəmlər. Ona görə də bizim belə deyək də dərs prosesimiz elə götürüləcək ki, biz bunun daha çox qeyri-ixtisaslara biraz çətin olacaq, onu da qeyd edeyim. Amma yəni məktəbə qədərə bu su kimidir müəllimlər üçün. Ona görə də yəni mən bunların hər birinin PDF-sini artıq yəni göndərəcəm ki, müəllimlər bilsinlər ki, məsələn, hiperaktiv uşaqla necə işləməlidir, davranış pozuntusu olan uşaqla necə işləməlidir, sosial və yaxud da asosial uşaqlarla necə işləməlidir, qrup adaptasiyası necə olmalıdır. Yəni bunların hər biri bizim ödənişli dərslərimizdə yer alır təbii ki. Amma belə ödənişsiz dərslərimizdə çalışacağam belə tipli testlər çox hazırlayım. Test mərhələsinə qədər bilirik ki, birinci olaraq test mərhələsi olacaq. Test mərhələsi 100 test və 3 açıq tipli sualdan ibarət olacaq. Bu qədər.